Değerli müsəlmanlar, öncəliklə Allah Subhanahu və Teala dua edirəm ki, bu dərsimizi Allah Azze Celle sevib razı qaldığı dərslərdən etsin, ümmətə faydalı dərslərdən etsin və istəyirəm ki, bir mövzu barəsində xatırlatma edeyim. Ola bilər ki, bu hamı üçün faydalı olsun. Və xatırlatma etmək istədiyim mövzu Allah Resulü sallallahu aleyhi və səlləmin ov barəsində dedikləri və orada qoyduğu qaydalar olacaqdır. Ümumiyyətlə, müsəlman bilməlidir ki, bütün sahələrlə şəriətin qoyduğu qaydaları öyrənməlidir ki, istər bu ov olsun, istər bu talaq olsun, istər mirasla olsun, ticarət olsun. Hər bir məsələdə şəriətin qoyduğu qaydaları bilməlidir. Çünki elm böyük bir fəzilətdir. Allah Resulü sallallahu aleyhi və səlləm elm barəsində demişdir ki, alimin abid üzərində olan üstünlüyü mənim sizin içərinizdə olan dərəcə baxımından ən kiçiyindən olan üstünlüyüm kimidir. Həmçinin də Uca Allah kitabda, öz kitabında buyurur ki, bilənlərlə heç bilməyənlər bir ola bilərmi? Yəni, elm böyük bir fəziləti var və nafilə ibadətlər içərisində ən böyük fəziləti olan ibadətlərdəndir. Və ona görə də insan istər ov olsun, istər digər sahələr olsun, şəriətin qoyduğu qaydaları öyrənməli və bilməli, buna təşviq etməlidir. Beləcə də insan ov barəsində məlumatı olmalıdır. Çünki ola bilər ki, insan meşəyə gedə bilər, orada ov edə bilər, və yaxud rayonda, və yaxud özünün yaşadığı məmləkətdə. Orada insan bu qaydaları bilməzsə, ovladığı ov onun üçün haram ola bilər. Və onun bətinə gedən bu ov haram ola bilər. Ona görə insan şəriətin qoyduğu qaydaları bilməlidir ki, bu ovladığı ov onun üçün halal olsun və bətinə də halal olaraq daxil olsun. Və şəriətdə ümumiyyətlə ovun tərifi vardır. Yəni şəriətdə ovun tərifi odur ki, yəni insan malik olmadığı və qadir olmadığı təbiətcə vəhşi halal heyvanları ovlamasına deyilir. Yəni şəriətdə ovun tərifi belədir. Həmçinin ov, kitab, sünnə və icma ilə icazəlidir. Və kitabda Allahın kitabına biz baxsaq, Maidə surəsinin 2-ci ayəsində Uca Allah buyurur ki, وَإِذَا حَلَلْتُمْ فَاسْتَادُوا buyurmuşdur ki, əgər ehramdan çıxdığın zaman ov edin. Və digər ayədə Uca Allah öz kitabında buyurur ki, اُحِلَّ لَكُمْ صَيْدُ الْبَحِرِ demişdir ki, dəniz ovu sizin üçün halal edilmişdir. Və həmçinin sünnə baxdıqda, yəni məşhur hədisləri görəcəyik. Yəni bununla bağlı çoxlu hədislər var. Həmçində alimlər ovun icazə olmasıyla bağlı icma etmişdilər. Və sünnəyə baxdıqda, nəzər yetirdikdə orada hədisləri görəcəyik. O hədislərdən də biri belədir ki, عن أبي ثعلبة الخشني رضي الله عنه قال أتيت رسول الله صلى الله عليه وسلم فقلت يا رسول الله إن بأرض قوم أهل كتاب أفنأكل في آنيتهم. Abu Sələbə Xuşani radiyallahu anh rəvayət olunur ki, belə demişdir. Mən Allah Resulü sallallahu aleyhi və səlləmin yanına gəldim və dedim, ey Allahın Resulü, mən kitab əhlinin yaşadığı yerdə yaşayıram. Onların qablarından istifadə edib yeyə bilərəmmi? Həmçində buyurdu ki, ov olan diyarda yaşayıram və ox yay ilə ov edirəm, öyrədilmiş, belə öyrədilməmiş itlərimlə ov edirəm. Bunların hamısı mənə doğrudur. Və qalə sallallahu aleyhi və səlləm, əmmə mə zəkərtə, yəni min əniyyət əhl-i kitab, فإن وجدتم غيرها فلا تأكلوا فيها وإن لم تجدوا واغسلوها وكلوا فيها. Buyurdu ki, sən zikr etdiyin şeyə gəlincəsə, yəni kitab əhlinin qablarında olan məsələyə gəlincəsə, əgər kitab əhlinin, yəni xristiyanların, yahudilərin qablarından başqa bir qab tapsanız,
o zaman onların qabından yeməyin. Yox, əgər onların qabından başqa bir qab tapmasanız, o zaman onların qabını yuyun və orada yiyin. Sonra Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki: وَمَا سِتَّ بِقَوْسِكَ فَذَكَرْتَ اسْمَ اللّٰهِ عَلَيْهِ فَقُولْ وَمَا سِتَّ بِكَلْبِكَ الْمُعَلِّمِ فَذَكَرْتَ اسْمَ اللّٰهِ عَلَيْهِ فَقُولْ وَمَا سِتَّ بِكَلْبِكَ غَيْرَ مُعَلِّمِ فَأَدْرَكْتَ زَكَاتَهُ فَقُولْ. Buyurdu ki, Allahın adını zikr edib, ox və yay ilə ovladığını yiyə bilərsən. Və öyrədilmiş iti göndərdiyi zaman Allahın adını zikr et və sonra ye. Həmçinin öyrədilməmiş itin gətirdiyini isə əgər ona dirikən çatıb, macal tapıb onu kəsə bilsən, o zaman onu yiyə bilərsən. Dəyərli müsəlmanlar, burada bu hədisdə çoxlu faydalar vardır. Bu faydalardan birincisi odur ki, hədisdə kafirlərin qablarının istifadə etməsinin icazə olması. Əgər başqa bir qab yoxdursa, Allah Resulü sallallahu aleyhi ve sellem bu qabları istifadə etməyə icazəni bilmişdir. Ki, və istifadə edirsən və onu birinci yuyursan, sonra istifadə edirsən. Bu hədisin illəsi, yəni bu qabını sahabənin bu qablar barəsində soruşmasının səbəbi odur ki, o zaman yaşayan əhl-i kitab orada içki içməsi ilə, donuz əti yeməsi ilə tanınırdı. Və Allah Resulü sallallahu aleyhi ve sellem ona görə də beləcə cavab verdi. Əgər sual ortaya çıxa bilər ki, əgər mənim qonşum var, kitab əhlidir və donuz əti yeməsi bilinmir, içki içməsi bilinmir və mənə bir halal bir nemət gətirsə öz qabında ondan yiyə bilərəmmi? Və cavab odur ki, bəli, yiyə bilərsin, çünki Allah Resulü sallallahu aleyhi ve sellem ondan yemişdir. Sadəcə burada olan səbəb illə onların orada donuz əti yeməsi və orada içki içməsi idi. Həmçinin də hədisin faydalarından odur ki, insan öyrədilmiş it ilə, ox və yay ilə ov etməsi icazəlidir. Amma bir şərt vardır ki, öyrədilmiş iti göndərdiyi zaman və ox atdığın zaman Allahın adını zikr edəcəksən. Yox, əgər öyrədilmiş iti göndərdikdən sonra, oxu atdıqdan sonra Allahın adını zikr etsən, o ov halal sayılmır. Ona görə öncədən sən Bismillah deməlisən. Əgər insan bunu tərk edərsə, qəsdən Bismillahi o zaman haram olur. Əgər cahillikdən, bilməmizlikdən edərsə, aləmədir ki, bu üzürlüdür. Və həmçinin də bu faydalardan, əgər öyrədilməmiş it, əgər istəyirsən Bismillah de, istəyirsən Bismillah demə, əgər onun ovu tutub, ölürkən sənin yanına gətirsə, ondan yemək icazəlidir, haramdır. Lakin bir şərtdən Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, öyrədilməmiş heyvan əgər onu tutarsa və o diri olarsa, hələ ölməzsə, diri olarsa, əgər sən çatıb, macal çatıb, ona kəssən, boğazlasan, onda sənə onu yemək icazəlidir. Və alimlər deyirlər ki, öyrədilmiş heyvanın necə biz bilə bilərik ki, bu öyrədilmişdir, yoxsa öyrədilmiş deyildir. Və alimlər deyirlər ki, əgər göndərdiyi zaman gedər, diyan dediyin zaman diyanar və tutduğunu yeməzsə, o heyvan öyrədilmiş sayılır. Həmçinin də alimlər deyir ki, bu insanların urfuna qayıdır. İnsanın urfunda necədirsə, o zaman bu öyrədilmiş itdə eləcə sayılır. Burada önəmli bir məsələ var, qardaşlar, ki, İbn Qeym Rahimullah bu hədisdə gözəl bir fayda verir ki, deyir ki, elm cahillikdən üstündür. Niyə? Təsəvvür edin ki, Allah Subhanahu ve Teala burada bizə öyrədilmiş heyvanların ətini yeməsini halal etdi. Amma öyrədilməmiş heyvanların bizi ovlamasını haram etdi. Allah azə cəllə elmi və cəhaləti heyvanların içində belə seçmişdir. Yəni elmi cahiliyyəti üstü tutmuşdur. İnsanlarda necə? Ona görə də insan daima dini biliklərini artırmalı, elmə həvəslənməli. Çünki elmin yəni sayısız, hesabsız fəziləti vardır. Və digər hədislərə baxsaq, dəyərli müsəlmanlar, digər hədislərdə gəlir ki, an Həmmab ibn el-Haris, an Adi ibn Hatim, qalə qultu ya Rasulallah, inni ursilul kilabəl mualləmətə fəyumsikin aleyyə və əzkur ismallah. Fəqalə sallallahu aleyhi ve sellem, İzə ərsəltə kəlbəkəl mualləmə
وذكرت اسم الله عليه فقل ما أمسك عليك قلت وإن قتلنا قال وإن قتلنا ما لم يشركها كلب ليس منها. Və Həmmam ibn Harisdən rəvayət olunur ki, Adi ibn Hatim radiyallahu anh deyir ki, mən dedim, ey Allahın Rasulü, mən öyrədilmiş itləri göndərirəm, onlar mənim üçün tuturlar, mən Allahın adını zikr edirəm. Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurdu, əgər öyrədilmiş itini göndərdiyi zaman Allahın adını çək və sənin üçün tutduğu şeyi ye. Mən dedim ki, əgər öyrədilmiş bu heyvanlar, əgər o ovu öldürsələr belə, dedi ki, öldürsələr belə. Nə qədər ki, əgər o itə başqa itlərin iştirak olmasın. Yəni, sən göndərdin itdən, başqa itlər də ora qarışarsa, iştirak edirsə, o zaman ovdan yemə. Həmçinin də sahabə buyurur ki, qultu fə inni ərmi bil-mi'rad sayda fə usibu. Dedim ki, mən oxu, nizə kimi olan alətləri atıram və ovu ovluyuram. Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, İzə rameytə bil-mi'radi fəxaraqa fəquluhu və in əsabəhu bi-ardihi fələ təquluhu. Buyurdu ki, əgər oxu və nizəyi atdığın zaman həmin heyvanı deşib, bədənini deşib içəri daxil olarsa və ölərsə onda ye. Yox, əgər atdığın ox və nizə onun iti olmayan yeri, onun gövdəsi, sapı, həmin dəysə heyvana ölsə, o zaman ondan yemə. Və digər hədisdə Adi ibn Hatim deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, İllə ən yəquləl kəlbu və in əkələ fələ təqul və innə əxafu ən yəquna innəmə əmsək alə nəfsi. Buyurdu ki, itin yeməsi istisnadır. Əgər səni öyrədilmiş itini göndərsən, həmin ovdan yeməyə başlasa, ondan yemə. Çünki mən qorxuram ki, həmin öyrədilmiş heyvan özü üçün tutmuşdur, sahibi üçün tutmamışdır. Və in xalətəhə kilabun min qeyrihə fələ təqul fə innəmə səmmeytu alə kəlbikə və ləm tüsəmm alə qeyrihi. Buyurdu ki, əgər öyrədilmiş itləri göndərsən ovun üzərinə, başqa itlər də ora qarışarsa, o zaman yemə. Çünki göndərdiyin itinin üzərinə Allahın adını çəkdin, lakin digərlərinə, hansı ki, başqa itlər ora qarışmışdır, onun Allahın adını çəkməmişdir. Və həmçinin də Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İzə ərsəltə kəlbəkəl mükəlləbə əl-mualləmə fəzkur isməllahi aleyhi fə in əmsəkə aleykə fə ədrəktəhu həyyən fəzbəhhu və in ədrəktəhu qad qutilə və ləm yəqul minhu fəkulhu fə innə əxzəl kəlbi zəkatuhu. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, əgər öyrədilmiş itləri göndərdiyi zaman Allahın adını çək və onu əgər sənin üçün tutsa və sən gedib o həmin ovladığın heyvan yanına çatsan, görsən ki, həmin heyvan, sənin üçün ovladığı heyvan diridir, hələ ölməyib, o zaman onu kəs boğazda. Əgər ona çatsan və görsən ki, artıq ölüb və o göndərdiyin heyvanla ondan yeməmişdir, o zaman ye, çünki itin tutması, onu saxlaması onun kəsməyi əvəz edir. Həmçinin də Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İzə rameytə bi səhmikə fəzkur isməllahi aleyhi və in qab ankə yevmən əv yevmeyn və fi rivayə əl-yevmeyn və thələsə fələm təcid fih illə əsərə səhmikə fəqul in şi'tə وإن وجدته غريقا في الماء فلا تأكل فإنك لا تدري الماء قتله أو سحمك. Həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, ox atdığın zaman Allahın adını zikr et. Əgər ovladığın ox səndən bir gün və yaxud 2 gün, başqa rivayətdə isə 2 gün və yaxud 3 gün səndən gizli qalarsa, onu tapa bilməsən və sonra bu 2 gündən sonra, 3 gündən sonra tapsan və üzərində atdığın oxun izini görsən, o zaman ye, əgər istəyirsənsə. Yox, əgər 2 gündən sonra, 3 gündən sonra tapdığın, ovladığın ovu sən suyun içərisində tapsan, o zaman yemə. Çünki sən bilmirsən, su mu onu öldürüb, yoxsa sənin oxun mu öldürüb. Bu hədislərdən nə qardaşlar, o faydalar çıxır ki, bizə öyrədilmiş heyvanların ovu bizim üçün halaldır. Bu öyrədilmiş heyvanların içərisində daxildir həm itlər, həm bəbir,
istər qartal, istər şahin, bütün bunlar öyrədilmiş heyvanın içərisinə daxil olur və bunların tutduğu bizim üçün istər diri olsun, istər ölü bizim üçün icazəlidir. Amma bir şərtlə ki, bunları göndərdiyi zaman Allahın adını zikr edəcəksən. İkinci fayda odur ki, öyrədilmiş iti sən göndərdiyi zaman başqa itlər ona qoşulmasın, onunla şərik olmasın. Əgər bismillah deyib iti göndərsən, başqa itlər ona qoşulsa, o zaman ovdan yeyə bilməzsən. Və həmçinin də fayda odur ki, insan əgər snaperlə, istər tapanca ilə, istər tüfənglə atəş atdığı zaman ilk öncə Allahın adını çəkməlidir. Ya əgər Allahın adını çəkməyib atəş açarsa, o heyvana dəyərsə, sonra bismillah deyərsə, bu zaman da icazəlidir, ov həmin haram olur. Və həmçinin də öyrədilmiş itlərdə iki amil şərtdir. Bir, təlim, iki, niyyət. Çünki əgər öyrədilmiş heyvan ovun üstünə göndərsən, bismillah deyib, gedib görsən ki, o ovladığı heyvanı yiyir, o zaman həmin ov sənin üçün halal deyildir. Çünki qorxulur ki, o sənin üçün yox, öz nəfsi üçün tutmuşdur. Həmçinin də insan istər göndərdiyi heyvanı, istər atəş açıb, heyvanı vursa və yaxud da heyvan göndərsə və gedib görsə ki, həmin heyvan sağdır, yaşayır, o zaman onu kəsməlidir və boğazlamalıdır. Yox, əgər kəsməsə, boğazlamasa, orada yaralı ölsə, o ov sənin üçün haramdır. Və həmçinin də faydalardan odur ki, əgər ov suya düşərsə, o zaman onu yemək icazə deyil. Çünki bilmirsən, o suda boğuldu mu, yoxsa oxla sən öldürmüsən. O zaman onu tərk edirsən. Alimlər bir şərtdən gətiriblər ki, əgər su az olarsa, çox az olarsa, üzərində oxun izi görsənərsə, o zaman icazə veriblər. Və həmçinin də alimlər deyirlər ki, faydalardan, burada insan ox atdıqda, nizə atdıqda, o nizə, ox, iti yeri heyvanın bədəninə daxil olmalıdır. Əgər daxil olub öldürsə, o zaman halaldır. Yox, əgər onun sapı, gövdəsi həmin heyvana dəyib ölsə, o zaman onu yemək icazəli deyil. Və bu hədislərin, oxuduğumuz hədislərin faydalarını və hədislərindən çıxan yəni xülasə olaraq mənanı 3 hissəyə böldüm ki, dəyərli müsəlmanlar, ki, insanların yadında bu qaydalar qalsın. Yəni bu faydaları, bu mənanı 3 hissəyə böldüm amillərlə ki, insanlar yaşasın. Birinci hissə o oldu ki, öyrədilmiş heyvanlar, ikinci isə öyrədilməmiş heyvanlar, üçüncü isə ox, nizə, tüfəng. Birinci öyrədilmiş heyvanlar. Biz dedik ki, yəni qayda olaraq yadda saxlayaq, öyrədilmiş heyvanlar. Birinci amil it də ola bilər, bəbir də ola bilər, qartal ola bilər. Dedik ki, bunun öyrədilməsi, yəni urfa qayıdır, insanlar urfuna qayıdır. Bəzən də əgər sən desən ki, getsə, dur desə dursa və ovladığı şey yeməsə, o öyrədilmiş sayılır. İkinci amillərdən öyrədilmiş heyvanlarda dedik ki, Allahın adının çəkilməsi göndərdiyin zaman yəni vacibdir. Əgər göndərdiyindən sonra, heyvanı göndərdiyindən sonra bismillah dedinsə, o sənə halal deyil. Əvvəl onu Allahın adını çəkməlisən. Üçüncü amillərdən, əgər göndərdiyin heyvan, ovladığı heyvanı öldürsə, yəni onu ağzı dişləri ilə, yəni quş tutsa, dırnağı ilə yəni tutsa, öldürsə, yaralasa, o zaman o sənin üçün halaldır. Əgər yox, diri olaraq tutsa, göndərdiyin heyvan onu diri olaraq saxlasa, o zaman sən gəlib satdın, onu diri gördün, o zaman onu kəsmək, boğazlamaq vacibdir. Yox, əgər o da ölsə, o sənə haram olur. Beşinci amil odur ki, əgər öyrədilmiş heyvanı göndərdin və ona başqa heyvanlar da qoşulsa, ona iştirak eləsə ona bir yerdə, o zaman yenə ondan yeyə bilməzsən. Çünki buna bismillah demirsən, onlara bismillah deməmişsən, həmçinin öyrədilməmiş heyvanlardır. Və həmçinin də bu birinci hissədə axırıncı amil odur ki, əgər o öyrədilmiş heyvanı göndərdiyin zaman o gedib tutdu, öldürdü və yeməyə başladısa, o tutduğunu başladısa yeməyə, o zaman ondan ovdan istifadə etmək, həmin heyvandan istifadə etmək icazəlidir. Çünki o özü üçün tutmuşdur, sahibi üçün tutmamışdır. İkincisi odur ki, öyrədilməmiş heyvanlar, bunu dedi ki, istər bismillah de, istər bismillah demə. Onun tutub öldürdüyü, gətirsə, ondan yemək haramdır. Çünki o öyrədilməmiş heyvandır. Lakin bir şərtdən aləmə icazə verir ki, əgər
onu tutdu və o diridirsə və gedibsə onu boğazladınsa, bismillah deyib kəsdinsə, o zaman o sənin üçün halal olur və yeyə bilərsən. Və sonuncu, dərsimizin sonuncu hissəsi, üçüncü odur ki, ox, nizə, tüfəng kimi şeylər. Burada da, yəni insan ox atdıqda, nizə atdıqda, tüfəng ateş açdıqda, istər snaperlə, istər tapanca ilə, bu zaman atmamışdan əvvəl, oxu, ateş atmamışdan əvvəl Allahın adı çəkilməsi vacibdir. Ateş açdın, ox atdın, sonra bismillah dedin, bu sayılmır. İlk əvvəl onu sən söyləməlisən. İkinci amil odur ki, əgər ateş açdın, öldü, ox atdın, öldü, nə gözəl. Əgər yox, diri olaraq getdin, gördün ki, ateş açdın və yaxud ox atdın, getdin, çatdın, gördün ki, of hələ diridir. Hələ diridir. Onu neyirsən? Onu kəsməlisən, boğazlamalısan. Yox, əgər kəsməyib boğazlamasan, sənin yanında ölsə, o zaman o halal deyildir. Və həmçinin də üçüncü amil odur ki, insan oxu, nizəyi atarsa, o heyvana, bədəninə daxil olarsa, bədənin deşib içəriyə daxil olarsa, o zaman sənin üçün halaldır. Yox, əgər atdığın ox, atdığın nizə, onun gövdəsi, iti olmayan yeri həmin heyvana dəyərsə, ölərsə, o zaman o halal deyildir. Həmçində insan ovunu 2 gündən sonra, 3 gündən sonra taparsa və üzərində oxun izini, ateş açdığı tüfəngin izini görərsə, o zaman onu istifadə edə bilər, onun üçün halal ola bilər. Yox, əgər 2-3 gündən sonra onu suda taparsa, suyun içərisində taparsa, o zaman o ov onun üçün halal deyildir. Suda taparsa, onun üçün halal deyildir. Lakin alimlər, bəziləri istisna ediblər ki, əgər su az olarsa, çox az olarsa su və insanın böyük zənninə görə ki, bu, yəni insanın böyük zənninə ki, bu, yəni insanın atdığı oxdan, ateşdən ölüb, o zaman alimlər buna icazə vermişdilər və istədim ki, bu ov barəsində olan faydalı isə çatdırım. Ola bilsin ki, bu mövzu hər bir üçün faydalı olsun və Allah Azza və Cəllə dua edirəm ki, bu dərsimi hər bir üçün faydalı etsin. Subhanak Allahumma bihamdik, əşhədu an la ilahən və əstəğfiruka və tuğbələyik.